Alva xətləri sildim, konkretləşdirdim və fişo. Və bu qədər sadə formada qurdum. Salam balaca rəssamlarım və rəssamlığa marağı olanlar. Bu video sırf təsvir sənət müəllimliyi ixtisasına imtahan verən uşaqlar üçün, qabiliyyət imtahanı verən uşaqlar üçün hazırlayıram və ilk naturmortumuz, yəni naturmort deyəndə fəza fiqurumuz bu olacaq. Bunu necə qururam? Yəni sizdə imtahanda ölçü nədir? A3 format olacaq. Yəni A3 format ölçüsü nədir? Siz A1-i bilirsiniz də uşaqlar, böyük vatman kağızı. Onu 4 hissəyə böləndə həmin bu A3 formatın ölçüsünü əldə etmiş olursunuz. Və deyim ki, komponovka necə etmək lazımdır. Bu videoda olacaq. İkinci videoda isə həmin bu komponovka etdiyim, qurduğum, yerləşdirdiyim naturmortun ştrixlənməsi olacaq. Yəni video 2 hissəli olacaq. Yəni bəzi uşaqlar birbaşa ştrixlənməsinə keçməyini istəyir, amma mənimlə bir yerdə bunu naturmortu işlədikdən sonra onu ştrixləməniz daha faydalı olar. Yəni daha başa asan, yəni anlayacaqsınız ki, yəni söhbət necə gedir, necə olur, bu proses necədir. Yəni həmin prosesi bir yerdə işləyəcəyik, yekunlaşdıracağıq. İlk növbədə hər birinizdə də uğurlar. İnşallah hər şeyə ürəyinizdə olar və çox çalışmaq lazımdır. Vaxtımız çox az ola bilər, amma əsas nəticə yaxşı olsun və əlimizdən gələn ən yaxşısını etməkdir. İlk növbədə uşaqlar bunu deyim ki, vərəqin ölçüsü balacadır. Yəni o bizə avantaj yaradır ki, vərəq balacadır, yəni tez yekunlaşdıra bilərik. Bunu da unutmayın ki, vərəq böyük olsa, deməli iş gec yekunlaşır. Və bunun üçün olmaması üçün ilk növbədə biz vərəqimizin ölçüsünə əsasən komponovka etməzdən əvvəl hardan haraya bitəcəyini təqribən gözəyarı bildirməliyik. Yəni mənim vərəqimin ölçüsü A3-dür və qıraq yan hissələri də bir-birinə bərabər olmalıdır. Qıraq yan hissələri bərabər olmalıdır deyəni nədən danışıram? Bu hissədən danışıram uşaqlar. Baxın, bu qısa balaca bir məsafəni görürsünüz bu hissəni. Gördünüz, dairəyə aldım bu hissə. Bu elə bir bu kvadrat, düzbucaqlı kvadrat, yəni düzbucaqlı daxili. Yəni bu bizim bu həmin A3-ümüzdür. Onu nəzərdə tutun. Və A3-ün bu qıraq hissəsi var. Həmin altıbucaqlının bu hissəsi, bu ora məsafə, bu olan məsafəyə bərabər olmalıdır. Qıraq məsafə deyəndə mən bunu nəzərdə tuturam. Bunlar təqribi apardıqdan sonra və biz burada ölçü nisbətlərini müqayisə etməyə başlayırıq. Ölçü nisbətlərini müqayisə nə deməkdir? Fəza fiqurlarda bir ölçünü dəqiq təyin edirik, təqribi atırıq və həmin o dəqiq bildiyimiz ölçünü bu fəza fiqurlarını yəni yoxlayırıq ki, bunların ortaq cəhəti nədir? Ölçü nisbətlərinin bərabərliyi hansıdır? Digərinin ölçü nisbəti digərinin harasına qədər gəlir? Yəni mən dəqiq bilirəm ki, indi karandaşım burada. İşıq biraz əks düşür. Bu məsafə, bunun eyni bilirsiniz də, altıbucaqlının üzünün eyni və hündürlüyü birinə bərabərdir. Və buna əsasən də bunun bu üst hissəsi bunun enini təşkil edir. En bilirsiniz də uşaqlar, hündürlük budur, en budur. Və bunun da alt oturacağına bərabərdir. İndi bunu göstərmək üçün də karandaşı qoyuram. Baxın, bu hissə. Karandaş belə qoyanda qaranlıq olur. Bax, bu hissə bunun oturacağına, bu da bunun eninə bərabərdir. Baxın, belə də göstərdim. Aydındırmı? Və mən bunu dəqiq bildiyimə əsasən avtomatik bütün ölçülər sistemli formada açılır. Bu ölçünü də bilirəm, axı bunun hündürlüyüdür. Yəni en bərabərdir, hündürlükdürsə, bu qaldırıram yuxarı və bir az məsafə yaranır. Aydındırmı? Niyə bu video? Əlimi qoyuram, qaranlıqlaşır, bulurlaşır. İşıqdan da üzülürsən uşaqlar. Dediyim kimi, yenə oldu. Bu hissə, baxın, ya daha yaxından göstərsəm. Bu hissə en deyilmi? Baxın, bu en hissədir. Bu oturacaqdır, bu endir. Bunu qaldırıram hündürlüyə necə olur? Baxın, belə göstərmək yaxşısı. Ölçürəm belə. Qoyuram hündürlüyə. 1,5. 1,5 anlayışında videoda da göstərəcəm. Yəni 1,5 deyəndə məsələn indi mən başlayıram. Deyirəm ki, müstəvini eləməliyik. Müstəvi nədir uşaqlar? Oturacaqdır da, yəni müstəvi oturacaqdır. Mən təqribi öz oturacağı yerini təyin etdim. 1000 cür xət atım, heç ehtiyac yoxdur. Bir də 2 saat müstəvini, uşaq görmüşəm, 2 saat oturub müstəvini çəkməyə çalışır. Valla imtahan qutarda axırsam, bu xətti dəqiqləşdirəsən, əlbəttə ki, əyri-üyrü ola bilər. Amma sən bilirsən də, bu xəttin budur da. Yəni 2 saat onu xəttləyərək vaxt itirmə, imtahandasınız da. Yəni, müstəvinin bitiş və başlanğıcının yerini qoydum. Mən bunun üzərində bu naturmortu quracam, elə deyilmi? İşığın yerini dəyişdirirəm uşaqlar, nəsə mən şey eləyirəm. Məncə yaxşıdır. Okay. Nəsə.
Təqribən bir ölçü götürürəm. Baxın bu qədər. Deyirəm ki, bu mənim altı bucağımın üst hissəsidir. Və buradakı ara məsafəyə fikir verin. Baxın bu məsafə. Məsələn, mən bunu bildiyimdə bu üst hissəsi buna oturacağına, bunun da eninə bərabərdir. Və buradakı məsafə nə qədərdir? Onu ölçmək üçün də karandaş əlbəttə götürürəm. Ölçürəm sizin üçün. Baxın bir də bu da yarım deməkdir. Yəni mən bunun enini bunun yarısına bərabər olduğunu gördüm. Yəni bu eni götürmədim. Qoydum bura. Yarı demədik. Bax, göy olan hissəyə qədər olacaq. Buraya kimi. Yarı budur. Bunun da arasındakı məsafə də bir-birinə bərabər olacaq. Baxın. Əgər bərabər olmalıdır, sürüşdürə bilərik. Burada məsafə var. Baxın, bunu bura qoydum. Gördüm. Məsafəni sürüşdürməliyəm biraz. Sürüşdürsəm bu qədər. Təzədən yenə eləyirəm. Və avtomatik yerini oturmuş oluram. Baxın. Sürüşdürəndə hamısı sürüşdürür aşağı. İndi sizə çaşmamanız üçün əlavə şeyləri silirəm. Aha, təzədən inirəm. Baxın, bir. Bu bunun yarısı idi. Göy tərəfi olan hissə. Göydən də biraz çəkəcəm deyə. Bir də bu. Baxın, tam otursun. Buranı araq götürdüm. Şu. Bunu tapdıqdan sonra, yəni yanları bərabərləşdirdikdən sonra qalan olan hissə artıq həmin yerləşdirmə hissəsi daha asan olacaq sizin üçün. Mən bilirəm axı, altıbucaqlının üzü kvadratdır. Yəni en bərabərdir hündürlüyə. Mən bu da uçdu getdi. Bunu eni qoyuram hündürlüyə. Axı bizdə ən qabaqda olan nədir? Fəza fiqurlardan altıbucaqlı. Mən altıbucaqlının qabağını buradan, alt oturacağını buradan təyin etsəm, bunun da ölçüsünün, hündürlüyün nə qədər olduğunu bilirəm. Axı bunu götürüm, bura qoyuram. Artıq mən bunu kvadrata ala bilərəm. Baxın, belə sürətli formada elədim. Saxladım. Və bu kvadratın, baxın, ön hissəsini çəkmək çox önəmlidir. Mən bitişini bilirəm. İndi başlanğıcı təyin etmək üçün bilirsiniz də, altıbucaqlı 3 bu hissəyə ayırdı. Bu qıraqların məsafəsi az olur, orta məsafə çox olur. Və buradan tam mərkəz bir xətt çəkirəm. Bu xətti siz çaşdırmasın. Mən eyni hündürlüyü tapmaq üçün bunu elədim. Və buradan tam mərkəzdən, tam ortadan bölürük. Böləndə, baxın, bu təpə uçuracaqlarını bir-birinə birləşdirəm. Bunu da bura, baxın, bunu da bura. Bunda bura. Yəni bunlar hamısı bir-birinə paralel şəkildə getməlidir. Baxın, bu belə getməlidir. İndi mən sürətli eləyirəm sizə. Baxın, bu biraz bunu belə eləyək. Tam aydın görsənsin sizə. Baxın belə. Baxın, bunlar dəqiq bilməlisiniz. Əlimdə kamera. Maksimum əyri xəttlər çəkməyə çalışıram. Zaten səliqəyə salacağım sizi daha. Məncə aydın görsəndir. Və bitdiyi hissəni bilirik axı. Buradan bir dənə xətt aparacaqsınız. Baxın, paralel olaraq altıda oturacaq. Baxın, bu dibindən götürürəm. Baxın, belə. Bu məsafə. Baxın, xəttlər hamısı bir-birinə paralel. Paralel nə deməkdir uşaqlar? Bu xətt harasa gedirsə, o da buna bərabər olaraq o istiqamətə gedir. Yəni, bir-birinə yola gedirlər də belə. Baxın. Gördünüz? Bu da bura getdi, bu da bu da. Və buradan da bu xətti, baxın, bu necə gedirsə, bu da belə gedəcək. Söz saxlayıram. Nəyə görə? Axı, buradakı məsafə bu var axı. Tam aydın göstərin. Bu da bura gedəcək. Təkrarlanır. Buradakı bərabərdir buna. Alt hissə də buna bərabərdir. Baxın, necə 2 dəqiqədə biz altıbucaqlını qurduq. Səliqəli deyil, okey. Amma siz bunu necə qurduğumu 2 dəqiqədə başa düşürsünüz. Burada biraz tarazlıq yoxdur. Baxın, indi paralelləşdirirəm sizin. Baxın, indi tam oldu. Əlavə xəttləri də silirik ki, siz videoya baxanda tam aydın şəkildə başa düşəsiniz. Bunu qurduq. Zaten birinci qura-qura getməməliydik. Sadəcə siz tez anlamanız üçün birbaşa qurdum. Və hündürlük məsələsi. İndi mən silindrimin hündürlüyünü bilmirəm. Konusumun hündürlüyünü bilmirəm. Amma nəyi bilirəm? Bunların hamısının enini bilirəm. Enini də bildiyimə görə eni qoyuram hündürlüyə və onu tapmış oluram. En budursa hündürlük dedik axı 1 və yarım deməkdir. Bunda da 1 və yarım. İndi deyirsiniz ki, müəllim, bu bundan bərabərdirmi? Baxın, yoxlayaq da.
Gördünüz, bərabər çıxdı. Yəni konusun hündürlüyü bərabərdir silindirin hündürlüyünə. Avtomatik bunu qoyuruq yerə. Zaten bunu enini tapmışıq da. En hardan idi? Buna toxunur uşaqlar. En budur. Hündürlükdə 1,5 idi, baxın. İndi ən yaxın fəza fiqurumuz silindir deyil, altıbucaqlı. Altıbucaqlı buradandırsa, silindiri biraz arxaya aparaq. Buradan başlayır 1, bir də onun yarısı. Baxın bu qədər. Bunu biz bucaqlıya alırıq. Bu qədər. Bunu elədikdən sonra mərkəz xəttini təyin edirik. Mərkəz xəttini necə təyin edirlər uşaqlar? Bu tərəf bərabərdir bu tərəf olanda. Bunlar da bəzən xəttləri o qədər biraz sərgəli etmək lazımdır ki, siz çaşmayın, milim səhvli etməyin. Rəssamlıqda da bilirsiniz ki, hər bir xətt çox işə təsir eləyir. Və mən baxın, məsələn, bunu konkret götürsəm, buradan bura olan məsafəni konkret götürsəm, ölçürəm indi. Həqiqətən mərkəz xətti mən yerinə düz təyin etmişəm, yoxsa yox, baxın. Görürsünüz, düz təyin etmişəm. Avtomatik burada bu xətti aşağıya düz formada aparıram. Və uşaqlar altıbucaqlıda, məsələn, qurma xəttləri necə olduğunu gördünüz. Silindirdə necə olur? Silindirdə bu xətt çox önəmlidir. Və bu. Bax, buradan, bir baxın aşağıdan, mən bunu biraz əyirəm. Buradan əydim, buraya kimi. Sanki bunun içini görürəm kimi fikirləşin. Əslində bunu biraz buraya qədər gətirməliyik. Buradakı məsafə buna bərabər olsun. Yəni, onun nə üçün olduğunu sizə deyəcəm. Çünki biz oval bir şey çəkirik. Yəni, içi dolu, boş forması olan bir həcmli bir şey çəkirik. Biz kvadrat çəkmirik deyə. Əslində kvadratda da həcm var. Yəni, 3 həcmlik var. Amma bunlarda forma, yumruluq. Baxın, bu hissəni, baxın, necə fırlatmalıyam. Ona görə bu xətt mənə çox önəmlidir. Baxın, fırladıram. Fırlatdım. Video üçün, siz üçün bu qədər sıxıram uşaqlar. Yoxsa normalda sıxmamaq lazımdır. Çünki fəza fiquru çəkirik. Biz antik baş heykəl çəkmirik. Antik baş heykəldə də sıxmamaq lazımdır. Çünki qurma prosesidir uşaqlar. Siz nə qədər pozandan istifadə etsəz, ştrixləyəndə də onların izləri, belə bilirsiniz də, vərəq biraz şey olur, ovulur. O da keyfiyyətsiz vərəq olanda da olur. Amma çalışın ki, çox da pozandan istifadə etməyin. Baxın, yenə burada da göstərirəm. Altda elədiyimi üstdə də təkrarlayıram. Baxın. Buradan bu ovallığı aparıram. Burada da onu aparıram, baxın. Və bu da təkrarlanma. Buradakı məsafə, baxın, buna bərabər bir məsafə, bu da buna bərabər bir məsafə. Bunu da fırladım. Uşaqlar çox vaxt bu hissəni necə götürür? Məsələn, belə deyil bu. Tinib əymir. Belə üç bucaq var yaparır. Üç bucaq deyil bu uşaqlar, bu fırlanır. Aydındır mı? Baxın bu formada. Şunu eləyirik. Şu. Bu kadar sadə. İndi konus bunların ən sadəsi və ən maraqlısıdır. İndi eyni hündürlüyə qoymaq məsələsi. Mən bunun eynini bilirəm. Və bunun eyninin bunu oturacağına bərabər olduğunu da bilirəm. Baxın, məsələn, bu toxunmalıdır da. Buradan buraya kimidir, baxın. Oturacağı tapmışam. Oturacaq burada oturmalıdır da. Yəni, baxın, bu altı bucağın üstündə. Və eyni hündürlüyə 1,5 olduğunu da bilirəm. 1. Bir də yarım, baxın. Tak, buradan. Görürüz. Buraya kimi. Və baxın. Mərkəz xəttini tapmalıyıq. İndi mən bunun mərkəz xəttini təqrib buradan atıramsa, baxın, buradan buraya, buradan buraya. Ölçürəm. Və biraz sürüşdürmək lazım buradan. Görürsünüz. Millim. Çünki konusda mərkəz xətti tapmadınız uşaqlara. Alam dəyər bir-birinə. Buradan. Bax, indi oldu. Bax, budur mənim mərkəz xəttim. Burada hündürlük qaldırıram. Qaldırdım. Yan hissələrdə bu üçbucağı var. Burada mərkəzləşdirirəm. Bunu birləşdirirəm. Baxın belə. Bu qədər sadə. İndi əlimdə telefon var. Xətt düz getmir. Yola getmir. Baxın bu qədər. Və bu alt hissə var. Əlbəttə ki, bu konus olduğuna görə üçbucaq formasındadır və bu hissə var. Burada elədim qaydanı. Baxın, burada elədim qaydanı. Bura tətbiq edirəm. Baxın, burada fırladıram. Və yenə eyni qayda. Bax, fırladıram.
hazırdır. İndi bu əlavə şeyləri silirik, baxın. Əyrilikləri düzəldirik və hazır. Bu qədər sadə. İndi mən bunları silirəm, səliqəyə salıram və səliqəyə salanda necə fərqli və yəni asan formada qurduğunuzu görəcəksiniz. Baxın uşaqlar, bu formada görürsünüz. Əlavə xəttləri sildim, konkretləşdirdim və vəsə. Və bu qədər sadə formada qurdum. Yəni ümid edirəm ki, video sizin üçün maraqlı, həm də öyrədici olmuşdur. Ən əsası bunu növbəti dərsdə təqribən 2 gün sonra bunu ştrixlənmiş, tonlanmış versiyasını sizə bölüşəcəm. Onu da sadə formada, əgər necə sizə asandırsa, o formada başa salmaya çalışacağam. Gördüyünüz kimi bu qədər sadə, bəsit formada izah elədim. Yəni inşallah elə sizə bəsit gəlmişdir. Video görüşənədək hələlik hər birinizi çox istəyirəm və hər birinizə uğurlar.